Azərbaycan bir oyun keçdi, möhtəşəm atmosfer, yüksək səviyyədə təşkilatçılıq, həzz alırıq. Ümumiyyətlə burada keçən dünya çempionatından həzz alırıq. Bugün futbolçularımız məğlub olsa da, qələbə qazansa da biz onlara qürur duyacaqdik. Çünki sona qədər mübarizə apardılar, qələbə üçün əllərinə gələn elədilər. Əla, möhtəşəm dəstək var idi, azarkeşlərimiz super idi. Futbolçularımız sona qədər amansız mübarizə apardılar. Qarşılarında çox təcrübəli, möhkəm bir kollektiv var idi. Avropa çempionu, dünya çempionları və o hiss olunurdu meydanda onların soyuqqanlı və möhkəm davranışlarından hiss olunurdu ki, yaxşı kollektivdir. Ona baxmayaraq futbolçularımız hətta hesab bərabərləşdikdən sonra da irəli atılan tərəf biz idik. Əsas vaxtda oyunun taleyini həll etmək istirdik, alınmadı. Penaltilərdə çox gərgin keçdi, stresli keçdi. Komandamızı təbrik edirəm. Favoritlərdən biri üzərində qələbə qazandıq. Və inşallah ki, Allahın izni ilə dünya çempionu olaraq. Azərbaycanda çempionluğu necə təsəvvür edirsiniz? Çempion olsaq deyilik Azərbaycana. Əla təsir eləyəcək. Bu idman növü üzərində neçə illərdir ki, möhkəm iş gedir, ciddi inkişaf var, böyük diqqət ayrılır, böyük həvəs var. İstər çempionatımız maraqlı səviyyədə keçir, istər milli komandamızın beynəlxalq oyunları, birbaşa Çempionlar Liqasında qalibiyyəti. Yəni ümumiyyətcə bu idman növündə çox ciddi diqqət ayrılır hal-hazırda və bəhrəsini də görürlər. Çox istərdim ki, dünya çempionu olsunlar, amma nəticə nə olur olsun, biz qalibi ən vacib olan bu cür böyük bir yarışı ölkəmizdə qeyd eləməyimiz və bu səviyyədə qeyd eləməyimiz qonaqlar hamısı bir qeyd edir ki, yəni belə bir dünya çempionatı hələ görməmişdik. Həm bu idman növü üçün təkan olacaq, inkişaf üçün, həm bizim futbolumuz üçün istər mini, istər futsal, istər böyük futbol üçün bir təkandır ki, bu idman növündə biz uğurlar əldə edə bilərik. Qarşıdan millinin oyunları gəlir həmçinin. Millimizə nə demək istəyirsiniz? Uğurlar arzulan millimizə. İki vacib oyundur, son iki sınaq oyunudur. Futbolçularımız yaxşı özlərinin bu oyunlarda göstərmədilər. Məşqçi müəyyən yəqin ki, sınadığı bir məqamlar olacaq, elementlər olacaq. Uğurlar arzulayın millimizə. Azərbaycan kubokunun finalı gəlir qarşıdan. Qarabağın çempion olması, kubokun qaldırması, siz Avropa Liqasına gedəcəksiniz. Qarabağı dəstəkləyəcəksiniz bu oyunda. Təbii olaraq, yəni kim mənim yerimdə olsa istər Avroliqadan başlasın, amma qarşı tərəfdə də Sabah komandasıdır. 10 ilə yaxındır ki, Azərbaycan futbolçusuna böyük töhfələr verir. Onların da kubok qazanması məni sevindirər. Onlar da layiqdirlər titul qazanmağa, Avrokuboklara getməyə. Və təbii olaraq amma bir Avroliqadan başlamaq bir məğlubiyyət limiti verir sənə. O nöqtə nəzərdən baxsan təbii olaraq biz Avroliqadan başlamaq istəyirik, amma hansı komanda qazansa hər ikisinə də sevinəcək. Bu hədəflər böyükdür. Yeni qapıçı almaq kimi fikriniz varmı? Axtarışındayıq. Thiago Silva ilə qeyri-müəyyəndir durum. Dünən də verilişdə açıqladım, qeyri-müəyyəndir durum. Hal-hazırda qapıçı axtarışlarımız davam edir. Əzizən bir yerdir. Bəli. Çünki yeri qapıçımız var, Aydın olsun, Anar olsun, Gəncəlim var. Bir əcnəbi qapıçı olacaq. Anar veteran qapıçıdır. Yəni bu il qalacaqsa komandamız yoxsa düşünürsünüz? Bəli, qalır. Elə son oyunlarda da göstərdi ki, hələ də davam edə bilər karyerasını. Sağ ol. Silvanın vaxtından əvvəl Portuqaliyaya yola salınmasına ilə bağlı nə deyə bilərsiniz? İcazə verdim ona. Çünki bilirdi ki, oyunlarda iştirak eləməyəcək. Mən ona icazə verdim ki, gedib erkən evdə istirahət edə bilərsən. Biz legionerlər elədik. Hətta mən Ruana da istirahət vermişdim, amma Ruan qalıb oynamaq istədi. Bir həftə qalmış bir çox futbolçulara şərait yaradırım ki, kim istəyir istirahətə gedə bilər, erkən başlasın istirahətə. Çünki Avrokuboklara görə erkən toparlanacaq.